Qarabağ üçün şok an. Çempionlar Liqasının liqa mərhələsində play-off cütlükləri artıq bəlli olub və Ağdam təmsilçisinin mümkün rəqibləri futbol ictimaiyyətində böyük səs-küy yaradıb. Sportinfo.az-ın məlumatına görə Qarabağ 5-ci turda Napoliyə səfərdə məğlub olsa da turnir cədvəlindəki mövqeyini qorumağı bacarıb. Komandamız hazırda 7 xalla 16-cı pillədədir və bu nəticə play-off mərhələsinə yüksəlmək üçün tam real şans deməkdir. Yeni formatda klublar klassik qruplara deyil, ümumi liqa sisteminə əsasən sıralanır. Bu səbəbdən hər xal, hətta qol fərqi belə növbəti mərhələdə kimin kimlə qarşılaşacağını müəyyən edəcək. Hazırki siyahıda Qarabağın adı elə rəqiblərin sırasında yazılıb ki, bu xəbər sosial şəbəkələrdə də partlayış effekti yaradıb. Ağdam təmsilçisinin ən real rəqibləri iki İtaliya nəhəngidir, Napoli və Atalanta. UEFA-nın açıqladığı proqnozlaşdırılmış cütlüklərdə Qarabağın bu komandalarla üz-üzə gəlmək ehtimalı yüksəkdir. Xüsusilə də Napoli ilə yenidən qarşılaşmaq mövsümün ən dramatik təkrarı ola bilər. Mütəxəssislər bildirir ki, Qarabağın hazırki oyunu və turnirdə topladığı xallar bu səviyyədə özünü rahat göstərdiyini sübut edir. Son turun nəticəsi isə tarix yazıb yazmayacağımızı müəyyən edəcək. Qarabağ Çempionlar Liqasının play-off mərhələsinə yüksələrsə, bu həm Azərbaycan futbolu üçün, həm də klubun öz tarixi üçün unudulmaz uğur olacaq. İndi bütün ölkə diqqətlə gözləyir. Qarabağın play-off taleyi necə olacaq və hansı nəhənglə üz-üzə gələcəyik? Sizcə Qarabağ play-off mərhələsinə yüksələcəkmi? Napoli və Atalantadan hansını daha münasib rəqib görürsünüz? Ən son idman xəbərləri, Qarabağ və Çeylə yenilikləri üçün kanala abunə olun.